Rəhman və Rəhim olan Allahın adıyla, Allahın salamı, rəhməti və bərəkəti olsun hamınızın üzərinə. Növbəti dəfə Kanal 12 ekranlarında tarixin izi ilə verilişində görüşünüzə gəldik və bu dəfə Peyğəmbər Əkrəmin ömrünün son günləri haqqında danışırıq. Peyğəmbər Əkrəmin haqqında öncədən də ərz eləmişdik ki, Qurani Kərimdə kifayət qədər onu tanıttıran ayələr var ki, onlardan biri də, daha doğrusu bir neçəsi də Hücurat surəsindədir. Əslində Hücurat surəsi Qurani Kərimin Peyğəmbərlə davranış qaydalarını öyrədən surəsidir desək, elə bilirəm ki, yanılmarıq. Yəni o surədə bir neçə ayə bütövlükdə o surənin bu cür adlanmasına imkan verir. Çünki Qurani Kərim məhz Hücurat surəsində Peyğəmbərlə davranışın adabını, rəftarını öyrədir və elə surənin ilk ayəsində də Ya eyyuhəl-ləzīnə əmənu la tuqaddimu beynə yədəyillah və rəsulih vəttəqullah innəllahə səmiyyun əlim. Ey iman gətirənlər, Allahdan və onun Peyğəmbərindən, Rəsulundan önə keçməyin, təqvalı olun və Allah təbarək və Teala eşidən və biləndir. Baxın, bu ayə-i şərifədə məsələ Allahdan və Peyğəmbərdən önə keçmələrdir. Siz bilirsiniz ki, Peyğəmbərdən nə önə keçmək olar, nə geri qalmaq olar. İnsan Peyğəmbər Əkrəmdən geri qalsa, yəni onun dediklərinə riayət etmirsə, bu olur Peyğəmbər Əkrəmin dediklərinə əskik riayət etmək və sözsüzdür ki, günahdır. Peyğəmbər Əkrəmdən önə də keçmək olmaz. Peyğəmbər Əkrəmin dediklərindən önə keçmək əslində Peyğəmbərdən artıq o dindarlıq etmək və yaxud da ki, artıq bilmədiklərini, olmayanları da deməli Peyğəmbərin sözünə əlavə edirik ki, ondan önə keçə bilirik. Yəni bu qadağandır, nə Peyğəmbərdən geridə qalmaq, nə də ki, Peyğəmbərdən önə çıxmaq icazə verilmir. Əslində, Peyğəmbərdən önə çıxmaq, Peyğəmbərdən geri qalmaqdan daha böyük günahdır. Çünki Peyğəmbərdən geri qalanda insan günahkar olur, sözsüzdür ki, cəzası dünya və axirətdə ağır olur. Peyğəmbərdən önə keçəndə isə insanlar bidət yaradır. Yəni Peyğəmbərin demədiklərindən, Quranda olmayanlardan, dində olmayanlardan da olmayanları da əlavə edirik. Artıq nəsə işlər görürük. Bu isə bidətdir, dində yenilikdir, xurafatdır ki, bu da icazə verilmir. İndiyə qədər, Peyğəmbərimizə qədər dinlərin təhrif olunması məsələsində də bu məsələ ciddi olub. Yəni öndə olub. Peyğəmbərlərdən önə çıxanlar dinləri təhrif ediblər. Musadan artıq peyğəmbərlik eləmək istəyənlər Musanın dinini təhrif elədilər. Və ya İsa peyğəmbərdən artıq dindar olmaq istəyənlər İsa'nın dinini təhrif elədilər. Bu çox ciddi məsələdir və Qurani Kərim buna xüsusi olaraq işarə eləyir ki, Peyğəmbər Əkrəmin ömründə bariz şəkildə Peyğəmbərdən önə çıxma halı məhz elə Hiccətül Vidada baş verdi ki, bu günləri elə həmin o hadisə haqqında, daha doğrusu Hiccətül Vida, yəni Peyğəmbərin sonuncu həcci, vida həcci haqqında danışacağıq. Peyğəmbər Əkrəm əvvəldə də ərz eləmişik, ömründə cəmi bir dəfə həcc ziyarəti əməl eləyib, yəni o həcc mərasimi ki, bu günləri biz ona riayət edirik. Peyğəmbər həmin o həccə ömründə bir dəfə cəmi gedib və o vaxta qədər 2 dəfə ömrə əncam vermişdi. Fəth-i Məkkədən, Fəth-i Məkkə ilə belə deyək, başlayaraq, yəni hicrətin 8-ci ilindən Peyğəmbər Əkrəm 2 dəfə ömrə əncam vermişdi və nəhayət ömrünün son ilində, daha dəqiq hicrətin 10-cu ilində Peyğəmbər Əkrəm Hiccətül Vida, yəni sonuncu həccini həyata keçirtdi. Ondan da cəmi 70 gün təqribən sonra dünyadan köçdü. Peyğəmbər Əkrəm Hiccətül Vidadan, yəni vida həccindən sonra təqribən cəmi 70 gün yaşadı. Amma vida həccinin, yəni Peyğəmbərin ömrünün sonuncu həccinin bir sıra əhəmiyyətli məqamları var idi. Biri ondan ibarət idi ki, artıq Peyğəmbər Əkrəmin ömrünün
sonlarının yaxınlaşdığını Peyğəmbər Əkrəm müəyyən dairələrdə bəlli etmişdi. Yəni yaxın çevrəsində və bəzi xutbələrində artıq müsəlmanlar bilirdilər və bu xəbər yayılmışdı ki, bu Peyğəmbərin ömrünün birinci və sonuncu həcci ola bilər. Bu baxımdan o həccə müsəlmanların marağı artmışdı və Peyğəmbərin öz iştirakı ilə olduğu üçün sözsüzdür ki, müsəlmanların diqqəti bu həccə daha çox yönəlmişdi və odur ki, Hicaz və Hicazın ətrafından kifayət qədər müsəlmanlar bu həcdə iştirak etməkdə həvəsli idilər. Yəni Peyğəmbər Əkrəmin həm öz iştirakı, həm xəbərlər yayılmışdı ki, Peyğəmbər Əkrəmin ömrünün sonları yaxınlaşır. Baxın, bütün bu yəni o xəbəri də elə Peyğəmbər Əkrəm öz işarələri idi əslində və bütün bu iki səbəblə müsəlmanların orada çox toplaşması anlamına gəlmişdi və bu həcdə 100 mindən artıq müsəlman Hicaz və Hicazın ətrafından, Yəməndən, Misirdən müsəlmanlar orada iştirak edirdilər. Və bu həcc digər bir tərəfi də var idi ki, Peyğəmbər Əkrəmin həyatında ən önəmli rolunu bu həccin, oradan da bəlli olur ki, bu həcc bir sıra hadisələrin baş verdiyi mərasim oldu bu dəfə. Yəni sırf həcc mərasimi Peyğəmbəri görmək, Peyğəmbərlə iştirak etməkdən əlavə orada bir sıra tarixi, etiqadi, fiqhi məsələlər də baş verdi ki, o Peyğəmbərdən önə çıxma halı da elə oradadır ki, inşallah vaxtımız qalsa ona da qısa işarə edəcəyik. Və bundan əlavə Peyğəmbər Əkrəmin bu həccində və həccin sonunda məşhur Qədirxum hadisəsi baş verdi ki, bu da tarixdə bəllidir və Qədirxum o hadisələrdəndir ki, həm Quranda ayə-i şərifəsi var, həm rəvayətləri var tarixdə, həm də ki, tarixdə bir hadisə olaraq qeyd olunub. Baxın, bu cür faktlar çox az olur ki, bir hadisə həm tarixçilər tərəfindən yazılsın, həm o hadisəyə aid ayə nazil olsun, yəni nazil olma səbəbi olsun o hadisə və eyni zamanda kifayət qədər də rəvayətlər olsun, hədislər olsun o hadisə barəsində. Bax, Qədirxum hadisəsi həmin o əhəmiyyətli hadisələrdəndir ki, o da Peyğəmbərin sonuncu həccində baş verdi və Peyğəmbər Əkrəmə nazil olan sonuncu ayələr də zahirən, yəni bugünə bəlli olan budur ki, ayə və rəvayətlərdən, yenə də mənasından və hədislərdən bəlli olur ki, Peyğəmbər Əkrəmə sonuncu iki ayə, yəni Maidə surəsindəki ayə ki, o ayələrdən danışacağıq, bu həccdə nazil oldu, daha doğrusu həccin sonunda artıq nazil oldu və bütün bu səbəblər Peyğəmbər Əkrəmin sonuncu həccini bizim üçün maraqlı və araşdırılmalı olduğunu bəlli edir. Peyğəmbər Əkrəm bu həcci həm də həcc əməllərinin təkmilləşdirilməsinə yönəltmişdi. Yəni Peyğəmbər Əkrəm təbiidir ki, siz bilirsiniz, hökmlər çoxdur şəriətdə və ən çətin hökmlər və ən çox hökmləri olan məsələ elə həcc məsələsidir. Həcc məsələsi bizim fiqhimizdə bir neçə dənə mövzu var ki, məsələn, namaz mövzusudur, ticarət mövzusudur və onlardan biri də həcc mövzusudur ki, onun fiqhi məsələləri çoxdur. Peyğəmbər Əkrəm özü həccdə iştirak etdi və həccin fiqhi məsələlərini də bu dəfə təkmilləşdirirdi. Baxın, bu təkmilləşdirmə məsələsi də, yəni maarif məsələsidir. Peyğəmbər Əkrəm həccdə fiqhi maarifləndirilmə məsələsini əməli olaraq həm dedi, həm də əməli olaraq göstərdi. Yəni, çünki zaman çox keçmişdi, həccə müsəlmanlar tam olaraq Məkkənin fəthindən sonra başlayırdılar getməyə və zaman-zaman deyilən fiqhi məsələləri tam olaraq Peyğəmbər Əkrəm özü də iştirak etməklə həccdə göstərdi. Bax, həmin o Peyğəmbərdən önə çıxmalar elə biri də bu zamanda baş verdi ki, siz bilirsiniz ki, həcc iki hissədən ibarətdir. Yəni, bir ömrə hissəsi var ki, 5 əməldən ibarətdir. Ömrə ilə həccin arasında kiçik bir fasilə olur və həmin o fasilədə Peyğəmbər Əkrəm insanlara həccin fiqhini izah eləyəndə bəlli elədi ki, ey müsəlmanlar, siz ömrə ilə həccin arasında
yəni ömrə bir növ Məkkəyə giriş vəsiqəsidir. Siz həmin o ərəfədə Məkkəyə giriş vəsiqəsi əldə edirsiniz. Ömrə əməlləri ilə Kəbəyə ziyarət edirsiniz. Əslində ömrə 5 əməldən ibarətdir. Ömrədən sonra, yəni Zilhiccə ayının 8-i axşamdan, yəni əsasən 9-undan əməllər, vacibə əməllər, həccin vacibə əməlləri başlayır. Siz nə vaxt gəlsəz Məkkəyə ömrəni yerinə yetirirsiniz və vacibi həcc əməlləri başlayana qədər azadsınız və sizə xanımlarınız da halaldır və siz həmin ərəfədə qadınlarla münasibətdə ola bilərsiniz. Bax, bu hökmü Peyğəmbər Əkrəm həccidə ərz elədi, buyurdu və ondan sonra bir neçə nəfər etiraz elədi. Baxın, Peyğəmbərdən önə çıxma buna deyilir. Dedilər ki, ya Resulallah, siz bizə nə deyirsiniz? Biz bu cür mübarək yerə gəlmişik, ehram bağlamışıq, Allaha yaxınlaşmışıq. Bu cür pak, saf bir mühitdə siz bizə deyirsiniz ki, qadınlarla münasibət qurmaq olar. Əslində, qadınlarla münasibət qurmaq onların hökmünü də elə şəriət göstərir ki, nə cür münasibət qurmaq olar. Yəni, bu da şəriətin hökmüdür, həcc də şəriətin hökmüdür. Peyğəmbər Əkrəm bəlli edirdi ki, həccin bu iki əməlinin arasında qadınlarla münasibət qurmaq olar. Ona isə Peyğəmbər Əkrəmə cavab verirdilər ki, xeyr, siz bizə nə tövsiyə edirsiniz və halanki Peyğəmbər şəriətin hökmünü tövsiyə edirdi. Bu cür mənəviyyatlı yerdə heç insanın bu cür sözlər deyilərmi və s. və ilaxır. Bu cür etiraz oldu Peyğəmbərə. Güya ki, Peyğəmbərdən önə çıxdılar. Güya Peyğəmbərdən bunlar artıq bilirlər. Güya Peyğəmbərdən bunlar daha artıq dindardırlar. Bax, buna həmin o ayədə, əvvəldə ərz ediyim ayənin misalı elə həmin bu vida həccində baş verdi. Və nəticə nə oldu? Nəticə bu oldu ki, ona etiraz olunan bu məsələ ki, əslində kiçik bir diyaloq idi. Bir neçə nəfər Peyğəmbərə etiraz eləmişdi. Nəticədə gəldi, məzhəblər formalaşanda artıq bir məzhəbin fikrinə daxil oldu. Xülasə-i kəlam, bax, Həccətül Vidada belə bir hadisə də baş verdi. Baxmayaraq ki, Peyğəmbər Əkrəm şəriətin hökmünü orada bəyan edirdi. Xülasə-i kəlam, Peyğəmbər Əkrəm həcc mərasimi həm dini, həm tarixi, həm fiqhi, həm etiqadi məsələlərdə bir çox məsələlər açıqlandı. Əlbəttə, bizim çəkdiyimiz misal kiçik bir fiqhi məsələ misaldır ki, onun üzərində ətrafında müzakirə başladı. Məqsəd isə həmin o əvvəldə ərz edildiyimiz ayəyə misal çəkməkdir ki, Peyğəmbərdən önə çıxma bu cür olur. Peyğəmbər şəriətin hökmünü başa salır, izah eləyir, Allahın hökmünü deyir. Onlar isə deyirlər ki, yox, belə bir yerdə bu hökmləri bizə deyirsən və bu qəbul olunmazdır, biz bunu etməliyik. Əslində, şəriətin o hökmü sözsüzdür ki, vacibi deyildi. Əslində, Peyğəmbər Əkrəm onlara verilən icazədən danışırdı. Yəni, kim istəsə icra edə bilərdi, istəmirsə də icra etməzdi və bu günah da deyildi. Sadəcə buna etiraz etmək, Peyğəmbərə etiraz etmək, Allaha etiraz etməkdir ki, Quran ayəsi, yəni Hücurat surəsi bu cür davranışları hələ öyrətmişdi ondan əvvəldə insanlara. Amma buna baxmayaraq bu hallar oldu və bax, belə Peyğəmbərdən önə çıxmalar və həmin bu qeyd elədiyim məsələ kimi bir zaman gəldi, bir məzhəbin fiqhi hökmlərinə də aid olundu. Xülasə-i kəlam, bu Peyğəmbərin vida həccinin əhəmiyyəti haqqında idi. Çox əhəmiyyətli bir vida həcci idi. Hamının diqqəti orada idi. Həm maarif baxımından, həm Peyğəmbərin ömrünün sonuncu həcci olduğundan, həm Peyğəmbərin ömründə iştirak elədiyi ilk həcc mərasimi olduğundan əhəmiyyətli idi və bundan əlavə bir çox orada tarixi hadisələr də bəlli oldu. Baxın, elə həmin həcc mərasimində bəlli oldu ki, Yəməndə bir nəfər keçmiş müsəlmanlardan, daha doğrusu bütpərəst olub, sonra İslamı qəbul edib, Peyğəmbərlə görüşür, Peyğəmbərin yanında olan insan gedib Yəməndə Peyğəmbərlik, yeni bir Peyğəmbərlik iddiasında idi. Həmin o ərəfədə məlum oldu ki, qəbilələrdən bir neçə qəbilə Peyğəmbərlə həmin həccidə beyət elədi. Bir qəbilə isə Peyğəmbərə sui-qəsd etmək məqsədi ilə yaxınlaşmışdılar və həmin Məkkədə görüş oldu və o görüşdə sui-qəsdlərini həyata keçirə bilmədilər. Bunlar da tarixi hadisələrdir. Bir tarixi hadisə də olub ki, mən onu da qısa şəkildə ərz edirəm və bununla da bugünkü söhbətimizi bitiririk. Niyə? Peyğəmbər Əkrəmin həccində bunu qeyd eləmək zəruridir.
Çünki sonradan baş verəcək Qədirxum hadisəsində olan iradlardan biri həmin o hadisədir. Hadisə isə Əli əleyhissalamın Yəmənə səfəri ilə bağlıdır. Bu vida həccində Əli əleyhissalam Peyğəmbərin ilə birgə gəlməmişdi. Əli əleyhissalamı Peyğəmbər Əkrəm Yəmənə və əvvəlcə Nəcrana, oradan isə Yəmənə yollamışdı. Əli əleyhissalam Nəcranda məğlub olan xristiyanların müsəlmanlara, daha dəqiq desək, müsəlmanların Peyğəmbərinə, İslam xilafətinə hədiyyələri var idi və Peyğəmbər Əkrəm Əli əleyhissalama Yəmənə göndərdi. Yəməndə mübahisəli bir məsələ olmuşdu. İnsanlar şəri əmlakla bağlı, şəri vergilərlə bağlı mübahisə yaranmışdı. Peyğəmbər Əkrəm Əli əleyhissalamdan qabaq 2 nəfəri ora göndərmişdi. Heç biri uğur qazana bilməmişdilər. Və nəhayətdə Peyğəmbər Əli əleyhissalama buyurdu ki, mən həcc ziyarətinə gedirəm, sən Nəcrana, oradan Yəmənə gedib, sonra işləri tamamlayandan sonra mənə qoşulacaqsan. Əli əleyhissalam Peyğəmbərin tapşırığına əməl elədi. Necə ki, 23 il boyunca da belə olub. Peyğəmbər Əkrəm bir çox məsələlər ki, digər müsəlmanlar bacarmayıb, həll edə bilməyib, o məsələləri nəhayətdə Əli ibn Əbi Talibə həll elətdirib və buna Peyğəmbər Əkrəmin tövsiyəsi ilə Əli əleyhissalam bacarıb. 23 il Peyğəmbər Əkrəmin ətrafında olan bütün insanlar bilirdi ki, müsəlmanların həll olmayan, həll edə bilmədikləri çətinliklərini Peyğəmbər Əkrəm bir neçə nəfər göndərib, əliboş geri qayıdan tərəfdarlarının əvəzinə nəhayətdə Əli əleyhissalamı göndərirdi və həmin o iş həll olurdu. Bu Xeybərdə də belə olub, bu Yəmən hadisəsində də belə oldu. 2 dənə Peyğəmbər Əli əleyhissalamdan öncə tanınmış İslam müsəlmanların tanınmış simalarından Yəmənə göndərdi. Yəməndə ixtilafı həll edə bilmədilər. Nəhayət Əli əleyhissalam getdi həm Nəcrandan, həm Yəməndə o mübahisəni həll elədi və Əli əleyhissalama qədər ora gedən qoşunlarla birgə gəldi Məkkəyə. Məkkəyə daxil olmadan öncə miqatda, ehram bağlanan yerdə dayandı. Az miqdarda olan qoşunlarına söylədi ki, bəs siz burada gözləyin, mən gedim hadisələrin necə olduğunu Peyğəmbərlə danışım, sonra siz xəbər verəndən sonra Məkkəyə daxil olacaqsınız. Və Peyğəmbər Əkrəmə verilən vergilər, həm Nəcrandan, həm Yəməndən olan vergiləri də qoşunun yanında saxladı. Dedi, sizə xəbər deyəndən sonra Məkkəyə daxil olacaqsınız. Əli əleyhissalam özü ehram bağladı, gəldi Məkkəyə, Peyğəmbərlə görüşdü və hadisələrin necə cərəyan etdiyini və məsələlərin həll olduğunu Peyğəmbərə xəbər elədi. Ondan sonra öz qoşununun yanına qayıtmaq istəyirdi ki, bir də gördü ki, onunla Yəməndən gələn bir neçə nəfərlik kiçik müsəlman qoşunu artıq ehram bağlayıb və Məkkəyə daxil olublar. Əli əleyhissalam deyib, siz axı necə bu ehram bağladınız, ehramları əldə elədiniz? Dedilər ki, biz Nəcrandan və Yəməndən getirdiyimiz əmlakın içərisində ehramlıq paltarları gördük və həmin o paltarlardan ehram quslu aldıq, ehram niyyəti elədik, ehram bağladıq. Əli əleyhissalam əlbəttə onlarla miqatda idilər ki, hələ daxil olmamışdılar. Əli əleyhissalam onları gördü və onlara Məkkəyə gəlmələrinin bu geyimlə qanunsuz olduğunu bəlli elədi və bildirdi ki, siz icazəsiz Beytulmaldan mal götürmüsünüz və siz həmin o əmlakı qaytarmalısınız yerinə. Təbii qoşun bunu bəyənmədi. Əli əleyhissalam Beytulmalı yerinə qaytardı. O insanlar başqa ehram paltarlarını Əli əleyhissalam tərəfindən onlar üçün getirilən ehram paltarlarını geyindilər. Amma mübahisə artıq orada yaranmışdı. Onlar Əlinin ədalətini qəbul etmədilər bir neçə nəfər və sonradan Peyğəmbər Əkrəmin yanında ki, Peyğəmbər Əkrəm Əli əleyhissalamla Nəcran və Yəmənlilərin vergilərini qəbul eləyəndən sonra bu qoşun, yəni Əli əleyhissalamla o miqatda ixtilafı olan Yəmənlilər Əli əleyhissalamdan Peyğəmbərə şikayət etdilər. Peyğəmbər Əkrəm hadisə o qədər əhəmiyyətsiz idi ki, özü də yox. Yanındakı əshablardan birinə dedi ki, gedin onlara deyin ki,
Əli haqqı ilədir və Əlinin verdiyi hökm ədalətlidir və Əli İslamdan və Qurandan kənar bir hökm verməz. Bu hadisə bu cürdə oldu və elə orada da söhbət bağlandı, bununla tamamlandı. Amma çox təəssüf ki, sonradan, bax, bugün də o adını ilahiyyatçı qoyan, amma tarixdən xəbəri olmayanlar bu hadisəni Qədirxum hadisəsi ilə əlaqələndirir və bildirirlər ki, Peyğəmbər Əkrəm həmin o Yəmənlilərlə, daha doğrusu Yəmən qoşunu ilə Əli əleyhissalamın olan ixtilafa görə Qədirxumda cəmaatı topladı, Əli əleyhissalamın haqq olduğunu bildirdi və bu İslama, Peyğəmbərə, Əli əleyhissalama atılan töhmətdir. Həmin o hadisə kiçik bir anlaşılmazlıq idi və belə hadisələr çox olub tarixdə. O hadisəni Peyğəmbər Əkrəm yerindəcə həll eləmişdi. Yəni o hadisəyə görə müsəlmanları toparlayıb, 100 min nəfəri toplayıb, isti günəşin altında saxlayıb, xutbə söyləyib, Əli əleyhissalamın haqqaniyyətini deməyə ehtiyac yox idi. Peyğəmbər o hadisəyə heç özü də cavab verməyə, yəni o qədər əhəmiyyətsiz idi ki, yalnız və yalnız Əli əleyhissalamın haqqını yanındakı əshabına dedi ki, həmin o qoşuna çatdırsınlar və bu hadisə burada da bitib tamamlanır. Baxın, sonuncu vida həccinin bir əhəmiyyətli hadisələrindən biri bu idi ki, bunu bugünə qədər gətirirlər Qədirxum hadisəsinə kölgə salmaq üçün istifadə edirlər. Bugünlük buna qədər Allahın amanında olun. Allah daim yardımcınız olsun.